Hoş gördük. Gəlin bugün peşəkar yolunuza bambaşqa bir gözlə baxaq. Bir anlıq təsəvvür edin, əgər karyeranız sizin həyatınızdakı ən vacib layihə olsaydı, ona necə yanaşardınız? Yəni, o sadəcə sizin başınıza gələn bir şey yox, sizin öz əllərinizlə aktiv şəkildə qurduğunuz bir layihədir. Yaxşı, onda əsas sualımız budur. Siz bir mütəxəssis kimi öz karyeranızı həqiqətən necə qurursunuz? Bu sadəcə diplom alıb işə düzəlmək deməkdir. Yoxsa bəlkə də daha ağıllı, daha planlı bir yol var. Bax, bugünkü söhbətimizin əsas məğzi də elə budur. Karyeranıza ən vacib layihəniz kimi yanaşmaq. Bu düşüncə tərzi inanın hər şeyi dəyişir. Yəni bu o deməkdir ki, siz eyni anda həm layihənin rəhbərisiniz, həm memarı, həm də fəhləsi. Yaxşı, gəlin başlayaq. Hər yaxşı layihə bildiyimiz kimi bir planla, bir cizgi ilə başlayır. Ona görə də birinci hissəmiz tam olaraq sizin karyera planınıza, yəni o cizginin hazırlanmasına həsr olunub. Bura bütün gələcək addımların təməlini qoyduğumuz yerdir. Planımızın təməli isə özünüzü tanımaqdan başlayır. Hər hansı bir şeyi tikməzdən əvvəl materialı tanımaq lazımdır. Düzdür? Özünüzdən soruşun. Sizi daha çox nə cəlb eləyir? Sahədə olmaq, nələrisə öz əlinizlə yığmaq kimi praktik işlər, yoxsa ofisdə oturub layihələr çəkmək, analiz etmək kimi işlər? Və ən az bunun qədər vacib bir məqam da var, gələcəyə baxmaq. Məsələn, energetika sayəsindəki ağıllı şəbəkələr kimi yeni trendlər hansılardır? Sizin planınız təkcə bugün üçün yox, həm də sabah üçün etibarlı olmalıdır. Baxın, qeyri-müəyyən bir hədəflə konkret bir plan arasındakı fərq yerlə göy qədərdir. Yaxşı mütəxəssis olacam demək, elə bil, yaxşı bir ev tikəcəm demək kimidir. Yəni, konkret heç nə ifadə etmir. Amma 2 il ərzində yüksək gərginlikli transformatorların təmiri üzrə sertifikatlı usta olmaq kimi bir smart hədəf, bax bu, tamamilə başqa məsələdir. Bu sizə dəqiq bir istiqamət, konkret bir vaxt çərçivəsi və ölçülə bilən bir nəticə verir. Bu, sizin layihənizin təlimatıdır. Yaxşı, planımız hazırdır. İndi bizə nə lazımdır? İnterfeys. Yəni, sizin o texniki layihənizin çöldəki dünya ilə əlaqəsi, söhbət sizin ünsiyyət bacarıqlarınızdan, yəni peşəkar interfeysinizdən gedir. Əgər texniki biliklərinizi düzgün çatdıra bilmirsinizsə, o biliklərin demək olar ki, heç bir mənası yoxdur. Və ünsiyyət hər kəslə eyni cür olmur. Siz mütləq uyğunlaşmalısınız. Məsələn, rəhbərliklə danışanda dəqiq texniki terminlər işlədirsiniz. Amma eyni problemi heç bir texniki anlayışı olmayan müştəriyə izah edəndə gərək onu sadələşdirəsiniz. Və ən vacibi, təcrübə rəhbərindən təlimat alanda diqqətlə, fəal şəkildə dinləməlisiniz. Çünki texniki sahədə kiçik bir detalın gözdən qaçması ciddi təhlükəsizlik problemləri yarada bilər. Və bir də qısa, amma çox vacib bir məqam. Bu təkcə danışmaq deyil əlbəttə. Sizin yazdığınız hesabatlar, jurnallar, aktlar, bunlar sizin peşəkarlığınızın güzgüsüdür. Səliqəli, aydın və dəqiq yazı sizin işinizə nə qədər ciddi yanaşdığınızı göstərir. Beləliklə, planımız var, interfeysimiz də var, bəs sonra? Əlbəttə ki, alətlər. Üçüncü hissə sizin şəxsi alət qutunuzu, yəni bacarıqlar dəstinizi yığmaqdan bəhs edir. Bunlar işi görmək üçün sizə hər gün lazım olacaq vasitələrdir. Hər bir texniki sahənin ürəyində, mərkəzində nasazlıqların aradan qaldırılması, yəni troubleshooting dayanır. Bu nə deməkdir? Bu, nəsə işləməyəndə əsəbiləşib oturmaq deyil, tam əksi. Bu, problemi həll etmək üçün onun kök səbəbini məntiqlə, addım-addım axtarmaq sənətidir. Bu bacarığa yiyələnmək müzakirə mövzusu deyil, bu sizin texniki bacarığınızın demək olar ki, özəyidir. Yaxşı, bəs bu alət qutusunda nələr olmalıdır? Birincisi, əlbəttə ki, indicə danışdığımız o problem həll etmə bacarığı. Amma ən az onun qədər vacib olan başqa şeylər də var. Sizin yumşaq bacarıqlarınız, yəni zamanı idarə etmək, komandada işləmək, stres altında doğru qərar vermək və son olaraq, unutmayın, öyrənmə heç vaxt dayanmır. İstər multimetr olsun, istər osiloskop, fərqi yoxdur. Siz öz alətlərinizi daima mükəmməlləşdirməlisiniz. Təhsil diplomla bitmir. Əslində, həqiqi öyrənmə elə məhz o diplomu alandan sonra başlayır. Planı, interfeysi, alətləri, hər şeyi müzakirə etdik. Amma bir plan ilk addımı atmayana qədər sadəcə bir kağız parçasıdır. Bəs bu böyük layihəyə hardan başlamalı? Cavab çox sadədir. Elə bugündən. Və bu, bəlkə də bütün bu izahdakı ən praktik, ən əməli məsləhətdir. Təcrübədə olanda bir qeyd dəftəri götürün. Hər günün sonunda ora 2 şey yazın. O gün öyrəndiyiniz bir dənə texniki detal və istifadə etdiyiniz ya da gördüyünüz bir dənə fərdi bacarıq. Bu, sadəcə bir gündəlik deyil. Bu, sizin karyera layihənizin ilk kərpiçlərini qoymaqdır. Bütün bunlardan çıxarılacaq əsas nəticə nədir?
Gözləməyin ki, karyeranız öz-özünə qurulsun. Unutmayın, bu sizin həyatınızın ən vacib layihəsidir. O qeyd dəftərini götürün, ilk konkret hədəfinizi yazın və ilk real addımınızı elə bu gün atın. Çünki sizin layihəniz artıq başlayıb.